Salam kanalımızın değerli izləyiciləri. Power BI kursumuzun bu dərsində web səhifədən data çəkməyi öyrənəcəyik. Bu dərsi öyrənərkən istifadə edəcəyimiz proqram Power BI desktop proqramıdır. Məndə hal-hazırda açıq vəziyyətdədir. Bunu bağlayın və sizə kompüterinizə əgər yüklənibsə açmağı da göstərim. Bu ikonun üzərinə gəlirsiniz. Baxın, proqram budur və mouse'un sol düyməsini bir dəfə klik edirsiniz. Və proqramımız açılacaq. Açılmağını gözləyək. Burada blank reportu klikləyirəm və proqramımız hal-hazırda açılmış vəziyyətdədir. Və dərsə keçmədən öncə mən istəyirəm ki, qısa bir xatırlatma edim və Power BI desktop proqramının Windows 11 əməliyyat sisteminə yüklənməsini də sizə göstərim. Mənim kanalımda mahnı siyahılarına gəlirsiniz və burada data analitika dərsləri Microsoft Power BI mahnı siyahısı, yəni playlisti mövcuddur. Buradan dərs 1 Power BI desktopun yüklənməsi dərsidir. Dərs 2 isə Power BI desktop proqramının silinməsini izah etdiyim dərsdir. Bu dərsləri izləməklə siz bu proqramı kompüterinizə rahatlıqla yükləyə bilərsiniz. Və hal-hazırda proqramın kompüterinizdə olduğunu düşünərək mən dərsə keçirəm. Gəlin Power BI desktop proqramı ilə qısa bir tanışlıq verək və keçək dərsimizə. Power BI desktopda webdən data əldə etmək, yəni web mənbələrində məlumat əldə etməyə və onları vizuallaşdırmağa imkan verir. Web konnektor, yəni web birləşdiricisi vasitəsilə JSON, HTML cədvəlləri və ya API-lərdən məlumat yükləmək mümkündür. Gəlin baxaq görək webdən biz necə data əldə edə bilərik. Bunun üçün bu proqramı açırıq ki, bizdə hal-hazırda açıqdır. Və Home menyusundan Get Data və Web seçirik. Gəlirik Home menyusuna, baxın Home menyusu hal-hazırda bizdə Home açıqdır. Hansı tab açıqdırsa, baxın onun altında yaşıl xətt mövcud olur. Hal-hazırda Home açdıq və Home-un altında görürsünüz yaşıl xətt mövcuddur. Və onu da qeyd edim ki, proqramı ilk dəfə açarkən, baxın mən söndürdüm, yəni bağladım. İndi yenidən açıram. Açarkən susmaya görə, yəni default olaraq proqramda Home menyusu açıq olaraq gəlir. Buradan gəlirəm Get Data və Web. Bunun üzərinə klikləyirəm. Və burada biraz dayanım və məlumatımızı götürəcəyimiz sayta daxil olaq. Mən hal-hazırda editorda Google browserini istifadə edirəm. Google, siz istədiyiniz browserdə axtara bilərsiniz. Yəni istədiyiniz hər hansı bir cədvəllər mövcud olan web saytından məlumat çəkə bilərsiniz. Mənim hal-hazırda ağlıma gələn, misal üçün yazıram zəlzələlər haqqında statistika. Seismology.az saytını açıram. Baxın, burada hal-hazırda bu səhifədə görürsünüz cədvəl mövcuddur. Mən bu cədvəldəki məlumatı götürəcəm. Siz istəsəniz gəlin baxaq, misal üçün zəlzələlər və yaxud stansiyalar, seismik stansiyalar, geofiziki stansiyalar, geokimyəvi stansiyalar, misal üçün bunları da gələcək üçün götürüb istifadə edə bilərik. Hal-hazırda baxaq, misal üçün burada seismik stansiyalar, baxın, seismik stansiyaların yerləri mövcud olan bir cədvəldir. Məlumat da kifayət qədər çoxdur. Gəlin elə bunu götürək. Burada mən gəlirəm bura və bu linki seçib Ctrl-C edirəm. Klaviaturamdan Ctrl düyməsini sıxılı saxlayıb C düyməsini sıxıram. Yəni bilirsiniz, linki kopyalamaq üçün. Kopyaladıqdan daha sonra
Gəlirəm Power BI desktopuma və URL-nin üzərinə, baxın buranı aktivləşdirib, bunu Ctrl-V edirəm, yəni yapışdırıram. Daha sonra bir qədər gözləyək. Bunun açılması hal-hazırda olduğunuz yerdə internetin sürətindən, gücündən, kompüterimizin parametrlərindən və sairə, yəni parametrlərdən asılı olaraq bir qədər sürətli və bir qədər gec baş verə bilər. Yəni bu videonu izləyən yoldaşlarda nisbətən məndəkindən biraz gec alınsa və ya tez alınsa, narahat olmayın, təbii haldır. Və görürsünüz, navigator hal-hazırda açıldı. Və baxın, buradakiləri bir-bir etdim. Açılan URL daxil etdim və ok düyməsini sıxdım. Məlumat mənbəyinə bağlı olaraq, əgər məlumat açıqdırsa, Power BI onu birbaşa yükləyəcək. Əgər giriş tələb olunarsa, identifikasiya üsulunu seçib, anonim, basic, API, key və s. daxil olun. Biz də baxaq, heç bir şey istəmədən birbaşa açdı. Navigator pəncərəsində lazım olan cədvəlini və ya məlumat strukturunu seçin. Navigatorda misal üçün Table 1. Baxaq gəlin burada. Table 1-i mən hal-hazırda seçmişəm. Baxın, bura bir dənə işarə qoydum. Və burada Table View-umuz görürsünüz açılıb artıq həmin cədvəl. Hansı ki, bu web saytında olan bu zəlzələ stansiyaları, seismik stansiyalar olan cədvəl. Yəni, daha doğrusu, oradakı məlumatlar hal-hazırda məndə Power BI desktopumda açıq vəziyyətdədir. Və buradan yandakı tabın üzərinə gəlirəm. Burada da baxın, webdə görünüş, web view, webdə görünüşünə baxıram. Baxın, eynən həmin cədvəlimizdir, burada həmin səhifəmizdir, yəni açıqdır. Və bu da table view. Baxın, cədvəlimizin sətirləri və sütunları. Navigator pəncərəsində lazım olan yeri seçdik, məlumat strukturunu. Daha sonra Transform Data, Power Query ilə məlumatı təmizləyə və dəyişdirə bilərik. Bunu seçsək əgər. Mod düyməsinə kliklərək məlumatı modelə yükləyə bilərik. Deməli, necə oldu? Burada bizim 3 dənə düyməmiz var. Cancel heç, cancel onsuz da bitirməkdir. Bunu bassaq, imtina etmiş olacaq. Load və transform. Load düyməsinə klikləyərək məlumatı birbaşa modelə yükləyə bilərik. Yəni, heç bir dəyişiklik etmədən birbaşa necə var, elə modelə yükləyə bilərik. Bu nə zaman istifadə olunur? Bizim əgər cədvəlimiz hazır vəziyyətdədirsə, biz onu birbaşa modelə yükləmək üçün load düyməsinə klikləyək. Transform data düyməsi nə üçün istifadə olunur? Power Query ilə məlumatı təmizləyə və dəyişdirə bilərik. Əgər Transform datanı klikləsək, ki biz hal-hazırda onu klikləyəcəyik, məlumatı demək nə edirik? Dəyişdirə bilirik və Power Query editora yükləyə bilirik. Baxın, hal-hazırda Power Query editora yüklənmiş vəziyyətdədir və biz bunun üzərində dəyişikliklər edə bilərik. Gəlin mən bunu bağlayım və sizə web URL-imi təkrar yapışdırıram, OK edirəm. Buradan table'ı seçirəm. Baxın, yer gəlmişkən bu birisi table'lara da baxaq. Baxın, budur. Həmin səhifədə, web saytın həmin səhifəsində, yəni o linkini kopyalayıb yapışdırdığımız səhifədə mövcud olan hal-hazırda. Digər cədvəllər də burada çıxır. Üzərinə xətt işarəsi qoyduqca baxın görmək olur. Bu isə onun HTML kodu və tekstidir, display teksti. Bunlara ehtiyac yoxdur.
Biz birinci ən böyük cədvəlimizi seçəcəyik və buradan gəlin muad edək. Bayaq transform etdik. İndi isə muad edək. Gözləyək. Hal-hazırda problem var. Dəyişikliklərə razı olmursuz. Bəli, dəyişiklikləri tətbiq et. Baxın, birbaşa muad etdim. Muad edəndə heç bir təmizləmə işi görmədən birbaşa modelime yüklədi. Table'larım, baxın, hal-hazırda bura gəlirəm Table View-nun üzərinə. Yüklənibdir bura modelə və model view-ya gəlirəm. Baxın, hal-hazırda burada yüklənmiş vəziyyətdədir. İstifadə ssenariləri, yəni harada, nə zaman istifadə olunur? Baxaq, veb saytlarından cədvəllərin alınması zamanı, misal üçün Wikipediada verilənlərdən, REST API-lardan JSON və ya XML formatında məlumat əldə etmək istəyərkən və dinamik veb səhifələrdən məlumat çıxarmaq, scraping lazım olarkən, əgər xüsusi identifikasiya, API token, OAuth və sair tələb olunarsa, Power BI-ın advanced parametrlərindən istifadə etmək lazımdır. Demək, biz bu dərs konkretləşdirək nələr öyrəndik? Web saytından məlumat data çəkməyi öyrəndik. Power BI desktopumuzda Get Datadan webi seçdik və burada açılan URL-ə kopyaladığımız internet səhifəsinin keçidini yapışdırdıq, ok düyməsini sıxdıq və daha sonra navigator pəncərəsi bizə açıldı. Transform Data Muad düymələri qarşımıza çıxdı. Muad düyməsinə klikləsək, gördük ki, məlumatı birbaşa modelə yükləmək üçündür. Transform Data isə Power Query ilə məlumatı təmizləyə və dəyişdirə bilərik. Yəni, əgər məlumatı əvvəlcə təmizləyib, dəyişikliyi üzərində müəyyən dəyişikliklər edib, daha sonra istifadə etmək istəyiriksə, Transform Data klikləməliyik. Bu qədər. Web saytından web data əldə etməyi də öyrəndik. Bu dərsə aid hər hansı bir sual, qaranlıq qalın məqam olarsa, videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videoların faydalı gəlirsə, bəyənməyi, kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.